Salam əməkdaş dostlar, mən artıq Bitget birjasından call statusu almışam, hansı ki mənə imkan verir ki, artıq bu birja ilə də belə deyək də bir növ promotion işləri görə bilim və müəyyən qədər bu birja haqqında da məlumat verə bilim. Birja ümumiyyətlə özü çox yüngül bir birjadır. Hansısa bir ağır funksiyalar və yaxud belə deyək də sizin telefonunuzu dondura biləcəyi və yaxud baş açmağı çətin olan funksiyalar yoxdur. Sadə bir birjadır. Əgər siz daha öncə hansısa digər birjaları istifadə etmisinizsə, təbii ki, Bitget birjasında çox asanlıqla istifadə edə bilərsiniz. Burada olan özəllik əsasən nədir? Özəllik ondan ibarətdir ki, məndə hal-hazırda yüksəldilmiş referal komissiya var, hansının ki, mən 20%-ni, yəni həmin komissiyanın 20%-ni kimlər ki, Kripto 2025 referal kodunu istifadə edib girir, onlara qaytarıram. Bu da təbii ki, hələ ki, bu birjada hesabı olmayan şəxslər üçün çox ideal bir variantdır ki, bu birjada hesabı məhz linkdən açsınlar ki, həm referal komissiyalarından da, belə deyək də, xərclədikləri komissiyalardan da özlərinə müəyyən qədər geri qayıtsın. Və burada da həmçinin linki var, linki videonun altında qoyacam təbii ki. Hal-hazırda promotionlar var, müəyyən promotionlar, amma tam ürəyim istədiyim promotion olmadığına görə bu haqda hələ ki, tam dəqiq məlumat verə bilmirəm. Amma qısa zamanlarda yaxşı promotionlar olacaq, hansını ki, mən öz Telegram səhifəmdə mütləq şəkildə elan edəcəm və siz onlardan istifadə edib yenə əlavə müəyyən qazanclar əldə edə bilərsiniz. Ümumən birjada PHP funksiyası da var və siz PHP funksiyasını istifadə edib PHP vasitəsilə USDT alıb sata da bilərsiniz. Burada var. Sadəcə olaraq axtarış yəni PHP yazırsınız və bu çıxır burada. Yəni istənilən hal-hazırda ən güclü birjalarda ola biləcək funksiyaların demək olar ki, yəni 90% bu birjada var, hansından ki, istifadə edə bilərsiniz və təbii ki, müəyyən qazanclar əldə edə bilərsiniz, əgər bacarırsınızsa və həmişə də bilməlisiniz ki, bütün istifadə etdiyiniz birjalarda olan riskləri birbaşa özünüz daşıyırsınız məsuliyyətini. Ona görə də heç vaxt gözləməyin ki, kimsə sizin yerinizə hansısa məsuliyyət daşıyacaq, belə deyək də, birjalar istifadə edəndə, ona görə də diqqətli olun birjalar istifadə edərkən. Həmçinin, baxın, burada belə müəyyən pointlər və yaxud hansısa bir check-inlər olur, hansılar ki, mən belə deyək də götürürəm. Hal-hazırda mənə burada 20 point verib hansısa daily trading üçün və həmçinin görürsünüz, burada reward bölümündə müəyyən, belə deyək də, bonuslar var, hansılar ki, aktivləşdirə bilərsiniz və istifadə edə bilərsiniz. Kimlər ki, əsasən belə şeylərin marağındadır. Yəni, burada əsasən trading fiylərin azalması kimi belə deyək də bir növ məsələlər var. Trading fiyləri azaltmaq və yaxud hansısa trading kuponları əldə eləmək. Gəlin baxaq görə, Bitget birjasında hansı belə deyək də trading fiylər var. Trading fiyi nə qədərdir? Hal-hazırda Bitget birjasında olan trading fiylər necədir? Təbii ki, balansınızda hansısa böyük məbləğlər olanda trading fee daha az olur. Hal-hazırda $30.000 qədər olan balanslar üçün biraz başqa cür trading fee var. Amma biz VIP0 götürəcəyik, yəni kasıb bakaliniya bir növ və özümüz kimi və VIP 0-dan götürəcəyik biz. Çünki VIP1, VIP2 bir sizə $30.000, $30.000 da olandan sonra burada nə işim var? Və VIP götürürük burada biz. Və Maker və Taker 0.1% və 0.1%dir VIP. Əgər siz BGB tokeni ilə, yəni Bitgetin nativ tokeni ilə komissiyaları ödəniş edəcəksinizsə, yəni onu qoşursunuz, balansa BGB qoyursunuz və funksiyanı qoşursunuz ki, mən komissiyaları dollar və yaxud Bitcoin və yaxud Ethereumdan yox, məhz BGB ilə ödəyirəm. Bu da mənfi 20% bonus verir və 0.08%-ə düşür komissiyalar. Hal-hazırda məsəl üçün 0.1%-dir. Bu nə deməkdir? Əgər siz $1000 nəsə alsaz, siz $1 komissiya ödəyəcəksiniz. Siz mənim linkimdən istifadə edirsinizsə, təbii ki, həmin $1-ın 20 senti sizə USDT olaraq qayıdacaq. Bu referral rebate-dir və sırf linkdən istifadə edənlərə aiddir. Yəni, bax, bu deməkdir. Yəni, $1000 nəyəsə alırsınızsa, $1 komissiya ödəyirsiniz. Həmin $1000 nəyəsə satanda, yəni $1 komissiya ödəyirsiniz. Bax, bu həmin fee budur. Futures üzrə komissiyalara baxaq, yəni VIP 0-ı götürəcəyik biz və Futures üzrə komissiyalar burada aşağıdır, həqiqətən Binance birjasına baxmış biraz aşağıdır. Maker 0.02 və Taker 0.06%-dir. Hansı ki, çox ciddi bir komissiya deyil. CoinM Futures var burada həmçinin. Demək olar ki, yəni çox yaxşıdır. Futures
trading komissiyaları. Margin interest rate-ə baxaq. Margin da hal-hazırda belə deyək də fərqli-fərqlidir biraz. Margin ümumiyyətlə çox adam eləmir trade və burada hər coinə görə hesablanır, marjina görə. Digər burada həmçinin kredit götürmədə deməli gördüyünüz kimi hal-hazırda 5%-dir illik və saatlıq verilir burada kredit götürəndə. Baxsa bu qədər faiz gəlir saatlıq. Belə bir maraqlı bir şey. Depozit və çıxarış komissiyalarına da baxsaq, biz əsasən maraqlandırır bizi USDT. USDT-yə baxırıq və USDT-də bizdə nə görürük? Depozitdir bu. Withdraw fee, yəni çıxarış feesi. USDT üzrə biz blockchainlər görürük. TRC-20-yə 1.50, BP20-yə 15 sent, ERC-yə 3 dollar çoxdur. Ton 0.15, normal plazma, optimizm 0.15 sent, Polygon 0.20 sent və 0.03 sentdəki Aptos-dadır. Pis deyil. Yəni mən məsələn USDT-ni buradan harasa çəkməli olsam, Aptos ya da ki Polygon ya da optimizm istifadə edərdim. Həmçinin məsələn Ethereum üzrə feelərə baxaq. Withdraw feələrinə. Ethereum-un öz blockchainində görürsünüz kimi bax bu qədərdir 10.000-də 2 Ethereum. BP20 və digər blockchainlərdə daha azdır. Yəni istifadə etmək olar, yaxşıdır, pis deyil. Zaten biz elə də çox tez-tez USDT çıxarıb salmırıq. Əgər sən bircə hansısa bir məbləğ salmısansa, sən onu trade eləyirsən. Belədir, yəni feelər qənaət bəxşdir. Trading feelər amma çox aşağıdır, yaxşıdır. Futures üzrə trading feelər aşağıdır. Spot üzrə trading fee isə elə standartdır, yəni başqa birjalarda necə, burada da elə. Yəni bəzi birjalar ki, bundan da azdır, amma yəni də belə. Bu qədər uşaqlar, mütləq şəkildə videonu like eləyin, bəyəndinizsə, kommentlərinizi də yazın, fikirlərinizi də yazın, maraqlı fikirləriniz. Gəlin görüşərək uşaqlar, kanala da abunə olmağı unutmayın. Sağ olun.